böyük bir içəridə istəyirsən axı birdən kimləsə danışasan, amma şuurlu başa düşürsən ki, danışma olmaz da. Nəyə lazımdır? Onlar da lazımdır. Sən kiminsə dalınca danışacaqsan, sabah sənin də dalınca danışacaqlar. Yəni bu səbəb nəticə həmişə var, olacaq. Bundan biz qurtula bilmərik. Hələ ki bizim ömrümüz var. Yəni biz bunu yaşayacağıq. Yox, əgər həyatınızı dəyişmək istəyirsinizsə, düşüncədən başlayacaqsınız. Baxın, bunlar hamısı bizim çakralarımıza təsir eləyir. Bunlar şəfalanmalıdır ki, çakralara da enerji getsin. Bizi kainat çakralardan tanıyır. Əgər mənim çakralarım aktiv deyilsə, məni kainat oxuya bilməz. Mən sadəcə mənə öncədən yazılmış, hər hansı bir səbəb-nəticə qanununa görə yazılmış bir həyatı sürürəm. Sadəcə adi bir insan kimi, sıradan bir insan kimi. Yox, əgər mən dəyişməyə qərar verirəmsə, mən artıq şəfalanmaq qərarı verirəmsə, mən artıq bu kainatdan mənə ötürülən bu enerjini çakralarım vasitəsilə aktivləşib və fiziki bədəndə mən onu icra etməyə başlayıram. Çakralar bilirsiniz necə aktivləşir əslində? O sadəcə belə fırlanmır. Yəni düzdür, biz bunu izah eləmişdik ki, fırlanır, sadəcə insanlar başa düşsün deyənə. O arxadan, məsəl üçün sağa, qabaqdan sola fırlanır və bu zaman bir titreşim yaranır. Titreşim yaranır. Baxın, bu şəkildə göründüyü kimi, bu şəkildə göstərim. Bu şəkildə göstərilir ki, insan bir enerjidir. Yəni mən bir enerjidən ibarətəm. Mənim çakralarım bir işıqdır və ətrafdan gələn bütün enerjiləri kainatdan, yer kürəsindən mən hamısını qəbul edirəm. Mən əgər bunları qəbul eləmirəmsə, mən yaradanla əlaqə də qura bilmərəm.